15 sentyabr 2020-ci il Donald Trampın birinci prezidentlik dövrünün sonları. Ağ Evdə Trampın vasitəçiliyi ilə 3 ölkə İsrail, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn arasında İbrahim sazişi imzalanır. Təxminən 3 ay sonra həmin ilin dekabr ayında Mərakeş, 2021-ci ilin yanvar ayında isə Sudan İbrahim sazişinə qoşulur. Daha sonra Birləşmiş Ştatlarda Biden dövrü başlayır. İbrahim sazişi bir qırağa qoyulur. İndi isə Trampın ikinci prezidentlik dövrüdür və İbrahim sazişi məsələsi yenidən gündəmə gətirilib. Vaşinqton Azərbaycanı da sazişə qoşulmağa dəvət edir. Bakı isə hələ ki təmkinli görünür. Azərbaycanla yanaşı digər türk dövlətlərinin də adı hallanır. İbrahim sazişi İsrail və bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılması üçün imzalanan müqavilələrdir. Ən azından ilk vaxtlar belə nəzərdə tutulmuşdu. Lakin indi Mərkəzi Asiya, Afrika, Cənubi Qafqaz ölkələrinin də İsraillə sazişlər imzalaması planlaşdırılır. Əslində saziş iki hissədən ibarətdir. Birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması. Mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi Ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Sənədin adı da ona görə İbrahim seçilib ki, Həzrəti İbrahim əleyhissalam Ərəb və Yahudilərin atası hesab olunur. Ərəblər İbrahim Peyğəmbərin Həcər adlı xanımından dünyaya gətirdiyi oğlu İsmailin, Yahudilər isə onun digər xanımdan, Saradan doğulan İshaqın törəmələridir. Hər iki millətin ilk ataları İbrahim Peyğəmbərin övladlarıdırsa, məntiqlə onlar qardaş sayılırlar. Qardaşlar arasında isə ixtilafa ehtiyac yoxdur, deyə düşünürlər. İkincisi, İbrahim sazişi həm də Yahudilərin müqəddəs kitabı Tövratın tələblərindən biridir. Yahudilik ümumiyyətlə əhd dini hesab olunur. Onların müqəddəs kitabı Tövratda 7 müqavilədən bəhs edilir. 7 müqavilədən ən mühümü isə İbrahim müqaviləsidir. İbrahim müqaviləsi qeyd-şərtsiz əbədi anlaşmadır. Hazırda 6 ərəb ölkəsi İsraillə münasibətləri normallaşdırıb. Bunlar Misir, İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Mərakeş və Sudandır. Ancaq 2023-cü ilin oktyabr ayında İsrailin Qəzzada hərbi əməliyyatlara başlaması normallaşma prosesini pozdu. Lakin Trump yenidən hakimiyyətə gəldi və İbrahim sazişinin genişləndirilməsi prosesi başladı. Birləşmiş Ştatlar prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff bildirdi ki, Azərbaycan yaxın zamanda İbrahim sazişinə qoşula biləcək ölkələr sırasındadır. Onun fikrincə növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər. Daha əvvəl isə bu ilin mart ayında Birləşmiş Ştatlarda 50-dən çox Yahudi ravvin İbrahim sazişinin genişləndirilməsi və türk dövlətlərini Azərbaycan, Qazaxıstan və Özbəkistanı sazişə daxil etmək ilə bağlı Trumpa müraciət etmişdi. Birləşmiş Ştatlardakı digər Yahudi təşkilatlar, o cümlədən ultra-ortodoks təşkilatlar da Amerika liderinə oxşar müraciət edəcəklərini bildirirlər. Azərbaycanın İsraillə münasibətləri həmişə yaxşı olub. Amma 2023-cü ilə qədər iki ölkə səssiz işləməyə, çox da gözə girməməyə çalışırdı. 2023-cü ildə Təl-Əviv şəhərində Azərbaycan səfirliyi fəaliyyətə başlayandan sonra iki ölkə açıq siyasət yürütməyə başlayıb. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. 1998-ci ildə İsrailin Xarici İşlər Naziri Azərbaycanı açar ölkə adlandırmışdı. Müsəlman ölkələr arasında Yahudilər ən çox Azərbaycanda yaşayır. Dünya Yahudi Konqresinin məlumatına görə Azərbaycanda yaşayan Yahudilərin sayı 7.000-dən çoxdur. Müxtəlif mənbələrdə 30.000-də qeyd olunur. İsrailin enerji tələbatının yarıdan çoxunu Azərbaycan qarşılayır. Azərbaycan nefti Bakı-Tiflis-Ceyhan kəməri ilə Türkiyəyə, oradan da gəmilərlə İsrailə daşınır. İsrail və Azərbaycan arasında enerji sahəsi üzrə əməkdaşlıq bununla kifayətlənmir. SOCAR bu ilin yanvar ayında İsrailin ikinci böyük qaz yatağı olan Tamar layihəsində 10% pay alıb. İki ölkə arasındakı münasibətlərin ən vacib amillərindən biri müdafiə sənayesidir. 2016-2021-ci illər arasında Azərbaycan müdafiə sənayesi məhsullarının təxminən 70%-ni İsraildən ixal edib. Amma son illərdə rəqəmlərdə azalma müşahidə edilir. Çünki Türkiyənin müdafiə sənayesi inkişaf etməkdədir və Azərbaycan Türkiyədən ixal edilən müdafiə sənayesi məhsullarının sayını artırıb. Azərbaycanın İsraillə və ərəb ölkələri ilə münasibətləri yaxşıdır. Hətta İsraillə strateji səviyyədədir. Elə isə İbrahim sazişinə nə ehtiyac var? İbrahim sazişi Azərbaycanın maraqları baxımından bir neçə istiqamətdə faydalı ola bilər.
Analitiklər deyir ki, Azərbaycanın İbrahim sazişinə qoşulması Birləşmiş Ştatların Azərbaycana münasibətini müsbətə doğru dəyişəcək. Vaşinqtonun Bakıya etimadını artıracaq. İsrail Amerika ilə birgə istehsal etdiyi yüksək texnologiyalı silahları da Azərbaycana sata biləcək. 907-ci düzəlişin ləğvi. Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Bu düzəliş uzun illərdir ki, Azərbaycana qarşı birtərəfli və ədalətsiz bir məhdudiyyət kimi qiymətləndirilir. İsraillə əməkdaşlığın dərinləşməsi. Azərbaycanın İsraillə artıq mövcud olan sabit və dinamik iqtisadi münasibətləri daha da güclənə bilər. Birləşmiş Ştatlarla münasibətlərin inkişafı. Azərbaycanın bu sazişə qoşulması Amerika ilə strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinə və daha geniş siyasi dəstək qazanmasına imkan verə bilər. Beynəlxalq mövqelərin möhkəmlənməsi. Qlobal iqtisadi və siyasi təlatümlərin artdığı bir dövrdə Azərbaycanın öz mövqelərini gücləndirməsi və strateji müttəfiqlərə daha sıx inteqrasiyası vacibdir. Nəticə olaraq Azərbaycanın İbrahim sazişinə qoşulması həm regional, həm beynəlxalq siyasətdə mövqelərimizi gücləndirə, həmçinin iqtisadi və təhlükəsizlik baxımından yeni imkanlar aça bilər. Azərbaycan da İsrailin iqtisadiyyatından, texnologiyasından yararlanmaq, ticarət əlaqələrini genişləndirmək istəyir. İbrahim sazişinə qoşulan İsrail və Birləşmiş Ərəb Əmirliyi arasında ticarət dövriyyəsi 2021-ci ildə 1,2 milyard dollar təşkil edirdisə, 2023-cü ilə qədər bu rəqəm 2,6 milyard dollara çatıb. Birləşmiş Ərəb Əmirliyi İsrailin yaxın şərqdə 3-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Amma hər şey göründüyü qədər sadə deyil. Azərbaycan üçün bu sazişə qoşulmaq Türkiyə və İranla münasibətlərdə ciddi gərginlik yarada bilər. Onsuz da Qəzza məsələsinə görə bu iki ölkə ilə münasibətlərdə ara-sıra soyuqluq müşahidə edilir. Tehran İbrahim sazişini anti-İran koalisiyası kimi qəbul edir və artıq Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Mərakeşi orada iştirakına görə tənqid edib. İsraili bir nömrəli düşmən kimi qəbul edən İran Azərbaycanla böyük quru sərhəddinə malikdir. Burada bir nüansı qeyd edək ki, İran uzun müddətdir ki, Azərbaycanın rəqibi Ermənistanı dəstəkləyir. Təxminən 90 milyona yaxın əhalisi olan İranda yaşayan ən böyük etnik qrup Azərbaycanlılardır. Əhalinin təxminən 1/3-ni təşkil edirlər. İsrail-Azərbaycan münasibətlərində Türkiyə amili də var. Ankara İsrailin Qəzzaya hücumunu sərt şəkildə tənqid edir. 2024-cü ildə Türkiyə İsraillə ticarət əlaqələrini kəsib. Hava məkanını İsrailə bağlayıb. Sir deyil ki, İsraillə münasibətlərə görə Türkiyə ilə Azərbaycan arasında bəzi dönəmlərdə soyuqluq da müşahidə edilib. Eyni zamanda Qarabağ münaqişəsindən sonra bölgədə hələ tam formalaşmamış etimad mühiti hökm sürür. Bu səbəbdən İbrahim sazişinə qoşulmaq ideyası real olsa da yaxın zaman üçün ehtiyatlı yanaşma tələb edən bir mövzudur. Birləşmiş Ştatlar bu addım atmaqla Cənubi Qafqazda yeni bir geosiyasi xəritə cızmağa çalışır. Amma bu xəritənin nə dərəcədə reallaşacağı bölgədəki güc balansının və tərəflərin nə qədər siyasi iradə göstərəcəyindən asılı olacaq. Region ölkələrinin maraqları fonunda Azərbaycanın İsraillə İbrahim sazişinə rəsmi olaraq qoşulub-qoşulmayacağı isə hələlik tam məlum deyil.